Bugün Azərbaycanda 9 may faşizm üzərində qələbənin il dönümüdür. Azərbaycan xalqı 2-ci Dünya müharibəsində qələbənin əldə olunmasına mühüm töhfələr verib. Müharibə illərində Azərbaycandan 600 mindən çox insan cəbhəyə yollanıb. Onların yarıdan çoxu döyüşlərdə həlak olub. Yüzlərlə Azərbaycanlı göstərdikləri şücaətə görə yüksək dövlət mükafatlarına layiq görülüb. İlk dəfə Sovet İttifaqı qəhrəmanı adına layiq görülmüş Həzə Aslanov, eləcə də İsrafil Məmmədov, Mehdi Hüseynzadə, Ziya Binyadov, Hüseyn Bala Əliyev və digər Azərbaycanlı döyüşçülər müharibə tarixində xüsusi yer tuturlar. Faşizm üzərində qələbədə Bakı nefti də həlledici amillərdən biri sayılır. Müharibə dövründə istirdə hasil olunan neftin böyük hissəsi Azərbaycanın payına düşüb. 1941-ci ildə Respublikada 23,5 milyon ton neft hasil olunub ki, bu da ümumi ittifaq istehsalının 70%-dən çoxunu təşkil edib. Azərbaycan neftçilərinin fədakar əməyi nəticəsində cəbhə yanacaqla fasiləsiz təmin edilib. Həmin dövrdə istifadə olunan hər 5 təyyarədən, tankdan və avtomobildən 4-ü Bakıdan göndərilən yanacaqda işləyib. Müharibə illərində Bakı yalnız sənaye və yanacaq mərkəzi deyil, həm də mühüm arxa cəbhə şəhəri olub. Burada minlərlə yaralı əsgər müalicə edilib, müxtəlif bölgələrdən təxliyə olunan insanlar müəssisələrə yerləşdirilib. Eyni zamanda müttəfiqlərin Sovet İttifaqına göndərdiyi hərbi texnika, silah-sursat və digər yüklərin mühüm hissəsi Lend-Liz proqramı çərçivəsində Azərbaycan üzərindən daşınıb. Azərbaycan alimləri də müharibə dövründə cəbhə üçün mühüm layihələr həyata keçiriblər. Akademik Yusif Məmmədəliyevin rəhbərliyi ilə yüksək keyfiyyətli aviasiya benzin istehsalı texnologiyası hazırlanıb. 2026-cı il aprelin 24-də Prezident İlham Əliyev 1941-1945-ci illərdə 2-ci Dünya müharibəsində iştirak etmiş şəxslərə, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə bir dəfəlik maddi yardım verilməsi haqqında sərəncam imzalayıb. Qeyd edək ki, 9 may Azərbaycanda rəsmi dövlət bayramı kimi qeyd olunur. 2-ci Dünya müharibəsi isə bəşəriyyət tarixinin ən faciəli hadisələrindən biri hesab edilir. Müharibə nəticəsində 60 milyona yaxın insan həyatını itirib.